Son dəqiqə bir xəbəri nəzərinizə çatdırırıq. Belə ki, bugün saat 20:20 radələrində 28 may stansiyasında sərnişin qatar yoluna düşüb. Dərhal təmas relisindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım çağırılıb. İlkin məlumata görə həkimlərin saylarına baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və Nərimanov stansiyasından elektrik deposuna göndərilib. Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb. Bugün Respublika Təcili və Təxirə Salınmaz Tibbi Yardım Mərkəzinə Bakı metrosunda baş verən hadisə ilə əlaqədar çağırış ünvanına 21 təcili tibbi yardım briqadası cəlb olunub. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. Qeyd olunub ki, təcili tibbi yardım briqadaları tərəfindən 2 qadına, 25 həftəlik hamilə qadın və sağ çiynin travması diaqnozu təyin olunan 43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. 9 nəfərə arterial hipertenziya və stresə qarşı reaksiya səbəbilə yerində yardım göstərilib.